Yuri Verindubdan danışmışkən, qış fasiləsi ilə bağlı müəyyən raport hazırlayıb. Ahmet, narazı qaldığı futbolçular var. Xüsusilə Falaya Sako narazılığını bildirib, bu futbolçunun transferini uğursuz hesab edib, çıxış etdiyi oyunlara baxıb və Neftçiyə lazım olan faydanı vermədiyini bildirib. Evlin Camalovdan müəyyən narazılığı var. Hətta planlarına daxil olmadığını bildirib bizdə olan bilgilərə görə və Kənan Piriç. Bu üç oyuncu ilə bağlı narazılığı olub, amma hər üç futbolçu bildiyim qədərilə toplanışa aparılıb. Xüsusilə Camalovla bağlı bir fərqli durum var. Ola bilsin ki, toplanışda Camalov Ukraynalı mütəxəssisi məmnun etməsə performansı ilə gələndən sonra bir başqa klublara icarəyə verilə bilər. Verindubun fikirlərinə nə dərəcə razısın? Bu 3 ad üzərindən gedəsi olsaq, Kənan Piriç, mən hardasa razıyam. Kənan Piriç və Sako ilə bağlı fikirlərində. Bir qədər Evil Camalovla bağlı düşünürəm ki, fərqli fikirləşirəm. Fikirlərinə əlavə edərəm inşallah. Sən davam et. Sözün açığı mən də səninlə razıyam ki, Kənan Piriç və Sako ilə bağlı, yəni bu futbolçular Neftçiyə transfer olunandan sonra, yəni heç bir belə deyək də, komandaya nə isə bir faydalı olduqlarını demək çətindir. Amma bu Elvin Camalov transferi çox maraqlıdır. Səhv eləmirəmsə, Samir Abbasovun vaxtında israrla komandaya transfer olunmasını istədilər. Hətta ona görə Sabah komandasına təzminat ödədilər. Yəni, mən elə xatırlayıram. Təzminat dəqiq xatırlam, amma çox ciddi bir skandal olmuşdu. Elvinin gəlişindən sonra Elvin Mikkelsinə bir yazışması var idi, səhv etmirəmsə o dönəmdə. Nəysə, elə bir şey xatırlayıram mən. İki klub arasında çox ciddi, Elvinə görə çox ciddi bir yəni, belə deyək də, Elvini çox tələb eləmişdi komanda. Amma məncə haqqını da vermişdi. Sözün açığı, bəli, haqqını da vermişdi, amma birdən-birə elə bil ki, inandırım səni, bu günləri mən mətbuatda gördüm o xəbəri. Yadıma düşdü ki, Elvin Camalov Neftçidə oynayır. Oynamır axı. Yəni, heç yadımdan belə çıxmışdı ki, Samir Abbasovun dönəmində tam silindi bu futbolcu. Əslində elə Samir Abbasov çox istəyirdi onu. Yəni, nəyə görə o birdən-birə belə, yenə deyirəm, bu günləri mətbuatda qabağıma çıxdı. Yadıma düşdü ki, Elvin Camalov Neftçidədir də. Yəni, bu qədər zamandır, bu futbolcu şans belə qazanmır, özdə bu dönəmdə də. Yəni, çox maraqlı məsələdir.